Salamlayıram hər kəsi müəllimlər. Bu günləri sizə 14 oktyabr 2025-ci il sertifikasiya müsahibə suallarının izahını təqdim edirəm. Müəllimlərimizin verdiyi məlumata əsasən birinci sual belə verilib. Summativ qiymətləndirmədə diferensiallığı necə təmin edirsiniz? Diferensiallıq nə deməkdir? Müxtəlif xüsusiyyətə malik olan şagirdlərin bir qrupda öyrənməsini təmin etmək. Diferensiallıq, different ingilis sözündən götürülüb müxtəliflik mənasını verir. Yəni, şagirdlərin müxtəlif xüsusiyyətlərini nəzərə alaraq meyli, marağı, potensialı, öyrənmə tərzi və s. digər xüsusiyyətlərini nəzərə alaraq diferensiallığı təmin edirik. Summativ qiymətləndirmədə hansı diferensiallıqlar nəzərə alınmalıdır? Yəni, hansı müxtəlifliklər? Hansı ki, biz demişik ki, summativ qiymətləndirmə zamanı təlimdə bərabər imkanları riayət etmək məqsədi ilə şagirdlərin potensialları nəzərə alınır. Suallar hazırlanarkən asan, orta, çətin, ən çətin tipli tapşırıqlar hazırlanır. Və həmçinin də şagirdlərin başa düşəcəyi bir tərzdə onlara bu suallar təqdim edilir. Deməli, biz burada şagird yönümlülüyü də nəzərə alırıq, təlimdə bərabər imkanları da nəzərə alırıq. Bu suallara cavab verməsi üçün onlar üçün sağlam psixoloji mühit yaradırıq, dəstəkləyici mühiti də yaradırıq. Onların müxtəlif xüsusiyyətlərini də nəzərə alırıq. 20, 30, 30, 20% üzrə tapşırıqlar da hazırlayırıq ki, hər bir şagird öz potensialına uyğun şəkildə bu qiymətləndirmədən müəyyən qiyməti əldə edə bilsin. Bu zaman biz summativ qiymətləndirmədə diferensiallığı təmin etmiş oluruq. Keçid alırıq digər sualımıza. Sinifinizdə hər hansısa bir şagird problemini sizə danışarsa. Bu sual əslində mənim üçün biraz iki istiqamətli oldu. Müəllimlər deyərkən biraz düzgün ifadə etməyiblər. Ona görə hər iki istiqaməti izah edəcəm. Sinifinizdə olan hər hansısa bir şagird problemini sizə danışırsa, nə edərsiniz? Şagird bizə öz problemini danışırsa, bu bizim təlimimizlə, məktəblə bağlıdırsa, dərhal biz bunu həll etməyə çalışmalıyıq. Problemi ətraflı şəkildə öyrənərik. Bunu bir anlıq belə deyək, təhlil etməyə çalışarıq. Digər məktəb heyəti ilə maraqlanarıq. Əgər kiminləsə bağlı problemi varsa və yaxud da kimdənsə bir etirazı varsa, kimsə ona yanlış şəkildə davrandığını düşünürsə, bunu çalışaram şagirdə bildirmədən bu problemi həll edəcəm və konfidensiallığı qoruyaraq da bu problemi həll eləməyə çalışaram. Və şagirdim əgər məktəblə bağlı, siniflə bağlı, təlimlə bağlı, həmkarlarımla bağlı hər hansısa bir problemi mənim nəzərimə çatdırırsa, mənim vəzifəmdir ki, şagirdin təhlükəsizliyini, onun sağlam psixoloji mühitini təmin edim. Bu sualın digər istiqaməti nədir? Şagirdiniz sizinlə problemli şəkildə danışarsa, yəni cavab qaytarır və yaxud da bizim sözümüzü dinləmir, ya bizə aqressiv cavablar verir, aqressiyasını tənzimləyə bilmir, yəni özünü tənzimləmək yoxdur. Özünü tənzimləmək yoxdursa, demək özünü də dərk eləmir. Demək, həmin şagirdə emosional intellekt problemi var. Və yaxud da bizim davranışlarımız həmin şagirddə aqressivliyi daha da yüksəldir. Buna görə də biz şagirdimizlə fərdi danışırıq. Onun nəyi bəyənmədiyini, nəyin onda aqressiya yaratdığını, kimin onun xətrinə dəydiyini, bəlkə yoldaşları nəsə problemi var deyə bilmir, ya evdə, ailədə nəsə sıxıntısı var, bütün aqressiyasını sinifdə müəllimə öz yoldaşlarına göstərir. Bu haqda ətraflı məlumat aldıqdan sonra valideynə və həmçinin məktəb psixoloquna müraciət etməyimiz mütləqdir. Əgər ailə ilə bağlı problemdirsə, aqressiyasını məktəbdə göstərirsə, valideyn burada böyük rol oynayacaq. Valideynə də bir istiqamət verib, maarifləndirib bu halı aradan qaldırması üçün dəstək verməliyik. Yox, əgər bizimlə bağlı olan bir məqamdırsa, çalışarıq ki, o məqamlara diqqət edək, şagirdimizi düzgün istiqamətləndirək, şagirdimizi nələr qane etmirsə, onun qane olması üçün bunları düzgün şəkildə riayət edək. Yox, sadəcə psixologiyasına bağlıdır. Mən əslində elə demək istəmirəm, sadəcə elə alınır deyirsə, bu zaman məktəb psixoloquna müraciət etməyimiz daha düzgün olardı. Digər sualımız belə verilib. Sinifdə KSQ aparırsınız, yəni kiçik summativ qiymətləndirmə aparırsınız. Zəif uşaq varsa sinifinizdə nə edərsiniz? Kiçik summativ qiymətləndirmə zamanı bayaq vurğuladım. Əgər hər bir şagirdin potensialı burada nəzərə alınırsa, şagird öz potensialına uyğun olan tapşırıqları yerinə yetirəcək, nələrdəki səhvlikləri var, nələri ki edə bilməyib, zaten bir kiçik summativdən digər kiçik summativə qədər olan müddəti formativ qiymətləndirmədir.
Formativin summativləşdirilməsi deyilir buna. Yəni bu o deməkdir ki, buna bəzən summativin formativləşdirilməsi, formativin summativləşdirilməsi, yəni müxtəlif sözlərlə hər kitabda bir cür yazılır. Əsas burada məqsəd odur ki, kiçik summativdən qalan mənfi nəticələr, şagirdə aydın olmayan mənfiliklərin, yanlışlıqların aradan qaldırılması, çətinliklərin aradan qaldırılması üzərində çalışırıq. İnkişaf yönümlülük pedaqoji tələbinə riayət eləyirik və bu zaman zəif şagirdimiz də getdikcə həm irəliləyəcək, həm də daha çətin suallar görəndə həyəcanlanmayacaq. Kiçik summativdə də getdikcə irəliyə doğru addımlayacaq. Yəni uğurlarını artıq əldə etməyə başlaya bilər. Digər sualımız verilib. Sinifi necə idarə edirsiniz? Sinifi idarə etmək üçün, sinifin effektiv idarə edilməsi üçün gözlənti, qayda, prosedurlar tədris ilinin əvvəlindən qoyulmalıdır. Qaydalar və prosedurlar şagirdlərlə birlikdə tərtib olunur. Müəllim öz gözləntilərini açıq şəkildə, şagirdlərin başa düşəcəyi tərzdə həssaslıqla öz şagirdlərinə bildirir. Və həmçinin də həmin qaydalara, prosedurlara birinci müəllim rol model olaraq özü riayət eləyir və həmin qaydaların, prosedurların yerinə yetirilməsi üçün şagirdlərə təkidli olur. Daim onlara xatırladır. Və bu zaman biz sinifi effektiv idarə edirik. Müəllim demokratik üslubda olmalıdır. Şagirdlərə humanizm, həssaslıq, empatiya nümayiş etdirməlidir. Şagird yönümlü davranmalıdır. Bərabər hüquqlu görməlidir. Müəllim proaktiv yanaşmada olmalıdır. Müsbət xüsusiyyətləri daşıyıb, problemləri öncədən həll etməyi bacarmalıdır. Bir növ şagirdlərə pozitivliyi yüksək enerji gətirməlidir və həmçinin də müəllim şagird münasibətlərini tənzimləmək üçün uzqran strategiyasından və digər psixoloji strategiyalardan, meditasiyalardan da istifadə edə bilər. Daha sonra sinifi necə ələ alırsınız? Sinifi ələ almaq üçün birinci pozitivlik, yüksək enerji, aktivlik, sağlam psixoloji mühitin yaradılması, daha sonra onun üzərində öyrənmə mühitinin yaradılması baş verir. Sağlam psixoloji mühit nədir? Yüksək enerji var, aktivlik var, emosional olaraq rahatdır, inam var, güvən var, etibar var. Tam rahat şəkildə şagirdlər öyrənməyə hazırdır. Öyrənmə mühiti nədir? Bilik və bacarıqları mənimsənilməsi, təlim materiallarının qazanılması və öyrənmə mühitinin də düzgün şəkildə effektiv alınması üçün birinci sağlam psixoloji mühit qurulur. Daha sonra isə şagird yönümlü bir təlim qurulubsa, motivasiya zamanı şagirdlərin meyli, marağı, diqqəti özünə cəlb edə bilirsə müəllim, əlbəttə ki, sinifi ələ alacaq. Şagird yönümlü bir təlim qurmaq, interaktiv dərs qurmaq elə şagirdin ələ alınması və ona müəyyən bilik bacarıqların sevilərək öyrədilməsinə gətirib çıxarır. Refleksiyada bilirsiniz, sonuncu sual. Refleksiya verilib. Refleksiya nədir? Refleksiyanı necə aparırsınız? Bunu dəfələrlə izah etmişəm, qısaca deyəcəm. Refleksiya dərsin keyfiyyətini, şagirdin mənfi müsbətlərini üzə çıxaran bir məqamdır. Refleksiya dərsin istənilən mərhələsində aparıla bilər. Müxtəlif vasitələrlə, üsullarla aparıla bilər ki, bu müəllimin öz ixtiyarındadır. Üsul olaraq 3-2-1-1, vasitə olaraq isə çıxış bileti, sual, cavab, cümlə kökü və s. müsahibə, müzakirədən istifadə etmək mümkündür. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanalımızı paylaşın, abunə olun, şərhlərinizi qeyd edin, uğurlarınızı bölüşün bizimlə və belə deyək ki, bizim təlimlərimiz də davam edir. Nitq hazırlığı təlimimiz 1 aylıq təlimdir. Çox münasib bir qiymətədir. Çalışın, nitqinizi təkmilləşdirin. Mən müsahibə zamanı bir şeyə diqqət yetirdim ki, bizim müəllimlərimiz çox savadlı müəllimlərimiz var. Lakin nitq bacarıqları çox aşağı səviyyədədir. Bu da hər gün dərs danışmaqla, dərs keçməklə əlaqəli deyil. Ola bilər yaşadığınız bölgə ilə əlaqəli ola bilər. Ola bilər ki, müəllimlərin vaxtı qalmır özlərinə ayırmağa, kitab oxumağa çox vaxtları yoxdur, müəyyən qədər mütaliə edə bilmirlər, müəyyən qədər artıq mövzulara yer ayıra bilmirlər. Biz onları hər bir cəhətdən anlayırıq. Və buna görə də nitq təliminə 1 ay vaxt ayırıb, özünüzü tam təkmilləşdirib, həmin tempi tutaraq öz nitqinizi mükəmməl səviyyəyə çatdıra bilərsiniz. Yalnız təlim müddəti 1 ay təşkil edir. Digər hazırlıqlarımız test mərhələsi üçün sertifikasiya, MİQ və Naxçıvan Muxtar Respublikasının da müsahibəsi üçün hazırlıqlar davam edir, qeydiyyat davam edir və demək olar ki, endirimli aksiyada hal-hazırdır.